Olsun da. Ha başdan o deyirsən, sən həkimsən, niyə Quranla danışırsan? Kəşf eləyib, o olar. O çobanı da Mən də kəşf kəşf edə bilər. edirəm. Yox. Mən də kəşf edirəm. Hidayət Allah'ındır. Ola bilsin Allah məni hidayət edib, sən eləmir. Din də kəşf edir. Din hidayət nə demək? Cümləli sözdür. Din. Allah istiqamət, səni istiqamətləndirmir. Hidayət başqa şeydir. Sən gedin, sən düşübsən hədislərin dalınca. Ay müəllim, kəşf orada olur ki, elmdə olur ki, nə elmində? Bu elmi deyil, də ilahi elmi. Elə demək istəmirəm. Həmişə yenilənməyə qabil olan elmdə olur. Quran həmişə yaxşı. Mən sənin nə istədiyi başa düşmədim. Siz başa düşmərsiniz. Quran həmişə qalan, diri qalan, yəni həmişə aktual olan kitabdır. Kəşfi nədir? Nə danışırsınız? Bilirsiniz nə danışırsınız? Kəşf. Quranı necə dərk edirsən bəs? O kəşfi deyil. Bəli, Quran kimə nazil olan dərk edilir kimi dərk edirəm. Bəli. Siz isə Andreyan kimi dərk edirsiniz. Bəli, budur. İslam parçalarının yanına kimi dərk edirsiniz. Necə parçalar? Demək istəyirəm ki, mən həkim deyiləm. Həkimlərdən cəmaətin uşağını kar eləyə bilərəm ki, gəlin mən kitab yazıram. Həkim oxumamışam, qulaq asın da, bunu deyim axıra qədər. Həkimlik oxumamışamsa, həkim kitabları çıxardım 30 cild, oxuyun. Birini şikəst edirəm, birini kar edirəm. Siz eyni adamsınız. Dindən təhsil olmayan kitab yazır, dindən danışırsınız. Başqa